Hazırda akademiyada rəqəmsallaşma, yeni texnologiyalar inkişaf eləyir, böyük sürətlə özdə. Yəni ki, sizin institutda vəziyyət necədir? Yəni siz bu tədqiqatlarınızı rəqəmsallaşdıra bilirsinizmi? Burada bir çox istiqamətdə işlər gedir. Yəni birincisi, ən başlıcası bizim əlimizdə olan o yazılı materialdır. Yəni bu institutun əsası qoyulandan burada toplanmış 20-ci əsrdə aparılmış arxeoloji qazıntıların materiallarıdır. Onlar indi kağız üzərində həkk olunmuşdu. İndi onlar hamısı mərhələ ilə elektron məkana keçirilir. Müxtəlif deməli, format şəklində. Bu sözsüz ki, gələcəkdə bu iş bitdikdən sonra bu bizim işimizi çox asanlaşdıracaq. Çünki tutaq ki, hər hansı bir tapıntı əldə olunanda gedib bu cildlərlə deməli, arxivləri axtarmaq yerinə, bura vaxt itirmək yerinə o kompüter arxasında həmin o tapıntının parametrlərini orada daxil edib və orada analoji Azərbaycan ərazisində tapılan deməli, analoqlar üzəri deməli, onu əldə edə bilərik. Bu birinci material. Yəni sənədlər və hesabatların rəqəmsallaşması. Sözsüz ki, ikinci bizdə istiqamət apardığımız arxeoloji tədqiqatların rəqəmsallaşmasıdır. Yəni elə cihazlar var idi ki, biz onları əcnəbi ekspedisiyalarla bir yerdə, müştərək beynəlxalq ekspedisiyalarda çalışdıqda, o əcnəbi arxeoloqlarda biz onu görürdük. Olduqca çox bahalı, qiymətli cihazlar idi. Amma indi o qədər rəqəmsal məkan inkişaf edib ki, eyni funksiyanı daşıyan, amma qiymətcə bir qədər ucuz olan cihazlar ortaya çıxır. Məsələn üçün, bizim ilk dəfə lidarla tanış olanda, yəni ki, o xüsusi deməli, cihazdır. Onun müxtəlif istiqamətli istifadəsi var. Hətta deməli, skaner edib, onun hər hansı bir əşyanın 3D modelini də yaratmaq üçün ondan istifadə edirlər. O, əsas o skaner etməyin vasitəsindən. İndi adicə planşetlərə xüsusi proqramlar yazılır, amma bu adi planşet 4-də bir qədər fərqlidir o funksiyasına görə. Yəni, bizim bu yaxınlarda Türkiyə mütəxəssisləri ilə bağladığımız deməli bizim müqaviləyə görə onlar Azərbaycanda deməli təmənnasız seminarlar keçdilər və qərara alındı ki, bundan sonra yeni texnoloji vasitələrin məhz qazıntı sahəsində istifadəsində onlar bizə öz yardımını edəcəklər. Yenə də təmənnasızdır. Yəni, gənc kadrların bu texnologiyalara yiyələnməsini təmin edəcəklər. Burada da bir neçə proqramlar var. O cümlədə modelləşdirmə proqramı. Bundan sonra qazıntı ərazisinin topografik xəritəsinin çıxarılması, bu kvadrokopterlər vasitəsilə və s. Yəni, bir neçə istiqamətdə gedir. Digər bir istiqamət, yenidən deyirəm, yəni istiqamətlər hamısı çoxdur bu rəqəmsallaşdırma sahəsində. Əldə toplanmış material, rəqəmsallaşdırılmış sənəd materialının süni intellekt vasitəsilə analiz edilməsi. Biz hələ bu işə yenicə başlayırıq. Yəni ki, tutaq ki, süni intellektin hər hansı bir botunu biz öz yığdığımız reprezentari deyirik. Yəni ki, elektron sənədlər fonduna inteqrasiya edirik və artıq biz hər hansı bir tutaq ki, sorğu verdikdə hansısa ekspedisiya barəsində və yaxud da o ekspedisiyada tapılmış tapıntılar barəsində, tutaq ki, hansısa dövrə aid olan neçənci illərdə aparılmış
Bu görürsüz hamısı asanlaşdırır işləri. O süni intellekt vasitəsilə bütün o materiallar çox qısa müddətdə analiz olunur və nəticəsi qoyulur. Yəni bu istiqamətdə biz necə deyərlər, çabalarımızı artırırıq ki, nəyəsə bir nail olaq. Digər məsələ sözsüz ki, bu 3D qazıntı sahəsinin də tapılmış, tutaq ki, məqbərədir, kurqanaltı dəfindir və s. onun 3D modelinin yaradılması və s. Yəni, olduqca bu rəqəmsal məkan bizim üçün qarşımızda böyük imkanlar açır. İşin məhsuldarlığının yüksəldilməsi və işin sürətləndirilməsi üçün. Digər bir məsələ də sözsüz ki, bizim elmi potensialın beynəlxalq rəqəmsal sistemdə əks olunmasıdır. İndi dünyada get-gedə o arxeologiya elmidir, tarix elmidir, dilçilik elmidir. Burada pozitivist mövqe güclənir. Yəni ki, ilk növbədə faktla əsaslanmaq. Bir də var ki, primordialist mövqe. Bu 19-cu əsrdən gələndir. Nəyisə sübut eləmək üçün fakt olmayanda ancaq ehtimallar irəli sürülür. Və ən pis cəhəti odur ki, bəzən bu ehtimalları sübut olunmuş fakt kimi artıq ortaya qoyurlar. Yəni, bu sənə müraciət etmiş əcnəbi alimin məhz hansı mövqedə olması vacibdir, onu müəyyən etmək. Başa düşürsünüz? Yəni ki, biz öz təcrübəmizdə bunu görmüşük. Yəni, bu hansı mövqedədir? Bu, əgər gəlib bizlə bir çalışsa, sonra getsə, orada yenə də o nağılvari ehtimalları və s. dəstəkləsə və s. və ilaxır. Sözsüz ki, bu yaxşı haldır. Amma o sırf obyektiv alimdirsə, sırf, necə deyərlər, pozitivist mövqeydədirsə, yəni, hər hansı bir fikrin irəli sürülməsi üçün sırf fakta əsaslanır. Dolayı fikirlərə və s. yox. Çünki dolayı fikirlərin kökündə ayrı motivlər də dura bilər, siyasi motivlər, emosional motivlər dura bilər. Amma burada fakt məsələsidir. Yəni, bunlarla əmək. Arxeologiya sahəsi belədir ki, burada yalnız faktlarla olur. İndi kimsə arxeoloji materialı götürüb necəsə ona rəng verirsə, hər hansı bir tərəfdən, bu artıq ehtimaldır. Amma çalışmaq lazımdır ki, sırf faktdan çıxış etmək. O yüzden ki, biz sözsüz ki, faktiki materialla işləyirik.